Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən zaurlar arasında ən sonuncusan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən. Xəbər verilir ki, bu sözləri aparıcı prodüser Tarix Əliyev həmkarı Zaur Nəbioğlu'nun ünvanına deyib. Buna səbəbi isə Zaurun Tarix Əliyevi onu təkrarlamaqda ittiham etməsi olub. Tarix Əliyev aparıcısı olduğu verilişdə Zaura cavab verib. Tolik deyəndə hər kəs bilir ki, o bir dənədir. Amma sən zaurlar arasında ən sonuncusan. Zaur Baxşəliyev, Zaur Kamal, sonra da sən. Mən bu sahədə olanda sən Zaur Baxşəliyevin kadr arxasında köməkçisi idin. Bu günə qədər sənə böyük jestlərim olub. Heç onları demirsən. Sənin öz dostun, öz işçin gəlib mənə burada verilişinin mətbəxini açıb danışıbsa, bu mənim yox, sizin probleminizdir. Demək ki, sizin dostluğunuz laxlayıb. Əgər dediklərini mənə görüntülər ilə sübut etsən, səndən üzr istəyəcəm. Mən nə səndən, nə də sənin kimi heç bir aparıcıdan çəkinmirəm. Belə şeylər eləmə. Hamı elə bilir ki, bunu yalandan edirik. Amma artıq belə olmaz. Sözümü də açıq-aşkar deyirəm. Mən həmişə odun üstünə su dökmüşəm. Sənin verilişinə gələn müğənnilər danışılan səhvləri gəlib burada düzəldirlər. Xatırladaq ki, Zaur Nəbioğlu Tarix Əliyevi onun verilişini təkrarlamaqda və mövzularını oğurlamaqda ittiham etmişdi.